Ateşkəs dövründə hətta girov götürmək məsələləri də olubdu. Siz Raquf Orucovun komandiri olmuşsunuz həmin dövrlərdə. Onun hətta bir generalın oğlunun girov götürdüyü də deyilir. Raquf Orucov əsli Ağdamdan idi. Bəli. Siz bilirsiniz ki, 92-ci ildə anası kənddən çıxarkən uşaqları xilas eləmək istəyirdi. Ermənilər minamyotdan ateşə tutdu və Raqufun anası şəhid oldu. Allah ona rəhmət eləsin. O gün Raquf dedi ki, mən olacağım hərbiçi, zabit. SSR-in dövründə bilirsiniz, 90-cı ildə o Uzbekistanda qulluq elədi. SSR dağılandan sonra o qayıtdı. Bir qısa müddət Ağdam taburlarında vuruşdu. Ondan sonra da daxil oldu Ali Ümumi Qoşun məktəbinə. Və orada 2 il oxudu. Ondan sonra da 2 leytenant verildiler və ateşkəsdən sonra gəldi o. Bəli. 95-ci ildə. Mən onu təyin elədim kəşfiyyat dağım komandiri. Avqustun 13-ü yay vaxtı, amma bilirsiniz dağlarda tumandı. 7 nəfərdən ibarət bir dənə çavuş və 6 dənə əskər posta qalxarkən güclü bir tuman idi. Bunlar yolundan azdılar. Düşdülər Kəlbəcər kəndin birinə və çavuş başa düşdü ki, bunlar azıb yolunu. Dedi ki, siz burada gözləyin, mən gedim kəşf eləyim. 7 ermənilər də onu tutdular. Onlar həyəcan komandasını verdi bütün postlara ki, Azərbaycanın kəşfiyyatı gəlib. Əskərlər də gördülər ki, çavuş gəlmir, yavaş-yavaş başladılar geri qatmağa. Ona baxmayaraq gəldi, düşdülər ermənilərin postuna. Düşdülər ora. İsabası gün mənə də xəbər, mən deyəndə bizim işçilərimiz axtarırlar, haradadır. Xəbər ermənilər göndərdi ki, bəs bizdədir. Uzun müddət olmasın, bir hardası bir həftə mən onlarla söhbətlər apardım, danışıq apardım. Bunlar 6 nəfəri mənə qaytardılar. Qaytardılar. Amma çavuşu dedilər ki, çavuş Şuşa şəhərindədir. Orada həbsxanada. Həbsxanadadır. Özdə Sovet dövründən orada həbsxana var. Bəli. Onun biz verənmərik sizə. Mən də zəng elədim cənab nazirə. O vaxtda Səfər Əbiyev idi. Dedim ki, Səfər mənim, icazə verin, biz 2 dənə kəşf qrupu, kəşfiyyat qrupu göndərək, gedək keçək ermənilərin tərəfinə məxvi və kimisə onlardan oradan götürək, gətirək, qaytaraq, bir də söhbət aparaq, dəyişək onlarla. Əvvəl o razılıq vermədi. Mən dedim ki, siz Ulu Öndərindən icazə alın. Bax, mən bunu yenə qaytarım. Bilirsiniz, o vaxt ateşkəs elan olunmuşdu. Əgər biz gedib orada nə hərəkət eləsəydik, döyüş başlasaydı, ola bilər müharibə təzdən başlayardı. Ki, bunlar bizi günahlandırardılar ki, ay bu Azərbaycanlar görmürsünüz, fərağat durmurlar, öz işlərini məşğul olmurlar, gəlib keçiblər bizim. Ona görə mən icazə aldım, sağ olsun Ulu Önderimiz, Allah rəhmət eləsin, o icazə verdi. Mən də kəşfiyyat bölüyün zabitlərini çağırdım. Birin deməli Raquf Orucov idi, o birisi də Novruza. Sol istiqamətdən, sağ istiqamətdən 11 nəfərdən hər qrupu ibarət uşaqlar getdilər. Sol istiqamət getdi, bir dəfə qayıtdı. Heç nə alınmadı, 2-ci dəfə getdi, qayıtdı, alınmadı. Amma Raqufun qrupu, bunlar getdilər, nəinki Qarabağ zonası, bunlar getdilər Ermənistanın Vardəniz rayonuna, Sevan gölün qırağına. Bilirsiniz, burada yalnız qəhrəmanlıqdan danışmaq lazımdır, qorxmamızdan danışmaq lazımdır. 11 nəfər getdi və birisi o vaxtı dağlıqdır, rabitə də tutmur. Telefon yox idi, mobilini bəlkə tutardı. Onlar getdilər, 10 gündən sonra 3 nəfəri gətirdilər. Mən bilmirəm nətər, deməli, qarşı duran
düşmənlərimiz sabahsı gün mənə zəng elədi ki, bilirik səndədir. Sən bunları gəl dəyiş. Əvvəl dedilər ki, 3 nəfərə, sonra dedilər ki, 5 nəfərə. Mən də bilirsiniz, hərbiçiyəm, öz müdafiə nazirimi tabıyam, ona zəng elədim, dedim. O da dedi ki, sən danış, əgər 30 nəfər verirlərsə, biz dəyişərik. Mən dedim, səfər mən 30 nəfər verməzdərlər. Ermənilər mənə xəbər göndərdi ki, yox, heç sənin tək bu çavuşun yox. Mart ayında döyüşlərdə yaralanmışdı. Filankəs bizdədir. Mən tez kitabları qaldırdım, əmr kitabı. Gördüm ki, məndə bir əskər, onlar dediyi əskər, deməli, o itkin düşüb yoxdur. Mən bildiyim ki, onlardadır. Dedilər, eyni zamanda ondan da birini də verərik, qaytararıq, sonra dedilər 5 nəfər. Bizdə qanun belə idi. Mən bir gündən çox onları saxlaya bilməzdim. Özdə onlar Zot kəndindən idi. Vardanis rayonunun Zot kəndi. Bizdə də bilirsiniz, Zot kəndində yarısı erməni, yarısı Azərbaycanlar yaşadım. Çaykənddə orada Zotdan ahalimiz var idi, gəlmişdilər. Mən çağırdım məktəb direktoru. Gəldi, dedi ki, biz qonşuyuq. 3-cü günə bu əskərləri deməli, məndən təhvil götürdülər. Burada mən aktla təhvil verirəm. Unanyan Karyon Surenoviç, Unanyan Robert Karyonoviç, Mkırçan Qay Valodyeviç. Cənab Prezident İlondar zəng elədi, məndən soruşur, hərbiçi KGB işçisidir. Özdə rabitə, açıq rabitədir. Soruşur, Cabrailov, deyilən düzdür, demirə erməniləri tut gətirmirsən. Mən də onu başa düşürəm. Deyirəm, bəli, cənab prezident. Nəsə maraqlıdır. Mən də onu dedim ki, maraqlıdır nə demək? Bunlar hərbiçidir. Burada nəsə sirləri, zatları var. Dedim, xeyr. Belə ümumiyyətlə xəbəri var. Xəbər maraqlıdır. Dedi, mən indi cənab nazirə deyərəm, səfərə bir vertolyot göndərir. Bunları götürüb apardılar. Üstündən bir həftə keçir, o çavuşun da anası hər gün oradadır, gecə-gündüz qalıb orada, ağlayır. Komandirsən, bax, 6 nəfəri qaytardım, mənim oğlumu da qaytarır. Bu 3 nəfəri Raquf Orucov gətirən, deməli, 3 nəfəri zəng elədim cənab nazirə, dedim, Səfər müəllim, nə oldu bu ermənilər 3 nəfər? Dedi ki, mən bilmirəm, mən təhvil vermişəm Milli Təhlükəsizlik Naziri. Siz bilirsiniz, o vaxtı danışıqlar aparmaq üçün, ermənilərin bizimkilərini dəyişmək üçün yalnız MTN məşğul idi. O vaxtda Namik Rəşidoviç nazir idi. Dedi, oradadır. Dedim, icazə verin, mən müraciət edeyim ona. O da qayıtdı ki, icazə verin. Mən də qəşəng məktub yazdım, zabit çağırdım birini. Göndərdim onu ora, gördüm sabahsı gün Milli Təhlükəsizlik Nazirin mavini zəng elədi ki, genə söhbəti qaldırdı ki, Fəxrəddin mənim. Bəlkə 30 nəfər verərlər. Mən də başa saldım ki, bu söhbət iş aparmaq lazım, iş kim verməyəcəklər, 5 nəfər verirlər. Mən də biraz onları nətər deyim, xəbər elədim ki, bilirsiniz nə, vermirsiniz, mən cənab prezidentə zəng edəcəm. Mənə də Ulonda demişdik, nə sözüm varsa, telefon bizdə rabitə bizlə təşkildir. Qaldırırdım Bakıda Uraqan rabitə şöbəsi. Oradan qız götürürdü, deyərdim. Mən zəng eləməmişəm, amma zəng eləyə bilərdim. 2 gün üstündən keçdi. Gəncənin, deməli, şəhərin Milli Təhlükəsizlik şöbənin rəisi, Allah ona rəhmət eləsin, Tofiq Babayev. Zəng elədi ki, Fəxrəddin, sən bugünkü qəzetləri görmüsən? Dedim, yox. Göndərirəm sənə. Oradan da Gəncədən Murova 40 dəqiqə, 50 dəqiqə yoldur.
Gazetlərə gətirdik, açdım, gördüm ki, orada yazılıb ki, mənim deməli əskərim Çavuş yaralanan, bir də orada 3 nəfər adları ayrı hərbi hissələrdən dəyişilib. Bu 3 dənə də erməniyə. Artıq dəyişilmişdi onda. Yenə mən inanmadım. Yenə mən mayorumu özümə çağırdım, göndərdim Bakıya. Sabahsı gün Çavuşu götürüb gəldi. Dedim ki, bəs bu ikinci yaralanan əskərimiz, dedi, o yaman pis sözünü hiss eləyirdi. Ermənilər ona baxmayaraq ki, yaralanmışdı, pis baxırdılar hospitaldəni. Onda da bütün orduya yayıldı ki, bax, biz belə əməliyyat eləmişik. Əsas odur ki, əskərlər bildi ki, biz heç kimi elə-belə əsirə düşən əskərləri qoymarıq, axıra kimi dövlət də təsəvvür edin ki, bu əməliyyatda Ulu Öndardan tutmuş, bu dəfə naziri Səfər Əliyev, sonra korpus komandiri Ramaldanov şair hərdən bir televizorda çıxış edir. Ondan sonra biz bu əməliyyatı keçirdik. Mən istəyirdim o vaxtı Raquf Orucu. Mən təqdimatı göndərdim. Bilmirəm nəsə. Bu dəfə nazirliyində onu birinə mükafat vermədilər ona. Amma bilirsiniz, mən 96-cı ildə uşu gəldim Bakıya şəhərə. Raquf qaldı orada, qulluq elirdi. Ondan sonra dəfələrlə getmişdi kəşfiyyətə, o tərəfə. Onun da adını qoymuşdular Murovdov Qartalı. Murovdov Qartalı bu dəfələrlə getmiş. Özdə bilirsiniz, bu çox ciddi bir zabit idi. Mənə əskərlər danışırdı ki, özdə postda durarkən birdən ruh kimi gəlirdi sakitcə Raquf. Biraz da çəkinirdi, qaranlıqdır da. Gəlirdi, tapşırığını verdi. Elə də ruh kimi də birdən itirdi. Demirdi ki, mən getmişəm də. Çox maraqlı bir zabit idi. Onun, belə deyim, böyük gələcəyi var idi. Mən inanıram, general da alardı. Bilirsiniz də o brigada komandiri də oldu. Ondan sonra bu kəşfiyyat bölüyünün şöbənin rəisi oldu. Həmən bu Talış döyüşlərdə elə kəşfiyyat onun kəşfiyyat şöbənin rəisidir. Eyni zamanda o söhbət gedirdi. Onu istəyirdilər Piriküşküldə yerləşən briqadaya təyin eləsinlər. O da heç vaxt arxa cəbhədə qulluq eləməyib, razılığını da vermirdi. Bəlkə razılığını versəydi elə də olmazdı. Nəsə, Allahın işidir. Allah ona qəni-qəni rəhmət eləsin. İndi də onun yoldaşıdır, 2 dənə oğlu var. Allah canlarını sağ eləsin. İndi atasının yolunda getməsə, amma bunlar fəxr eləyirlər ki, belə ataları var. Mən də fəxr eləyirəm ki, bax, çox maraqlıdır. Onlar 2 nəfər gəldi. Allah onlara qənim. Bir Raquf gəldi, bir də Polad Pəşimov. Bunlar ikisi də kiçik leytenant rütbəsində gəlmişdir mənim briqadıma. Hər ikisinin komandiri. Hər ikisinin komandiri olmuşam. Demirəm ki, mən, nə bilim, amma təməlin, zabitin təməlin mənim dövrümdə onlar keçirlər. Ona da görə mən fəxr edirəm. Eyni zamanda Allah rəhmət eləsin. İkisi də.